Salam hörmətli 7, 8 və 9-cu sinif abituriyentlər. Bugün 9-cu sinif abituriyent dərsimizin ikinci dərsi olan kimyəvi elementlər və onların simvollarından danışacağıq. Kimyəvi elementlər bölməsində biz nələr öyrənəcəyik uşaqlar? Deyəcəyik ki, kimyəvi elementlər müəyyən simvollarla işarələnir. Məsələn, natrium elementi Na, tutaq ki, kalsium Ca, tutaq ki, alüminium Al və s. Canlılar və cansız təbiət müxtəlif kimyəvi elementlərdən təşkil olunur. Yəni, yoldaşlar, biz canlı orqanizm olaraq bizim bədənimizdə müəyyən miqdar kalsium, hidrogen, karbon, azot, o cümlədən dəmir və s. kimi elementlərdən təşkil olunmuşdur. Elementlər xassələrinə görə metallar və qeyri-metallar olmaqla biz bunları təsnifatlaşdıracağıq. Metallar və qeyri-metallar bir-birindən də müxtəlif xassələrinə görə fərqlənir. İndi növbəti dərsimizdə bunlardan danışacağıq. O cümlədən metallardan və qeyri-metallardan müxtəlif məqsədlər üçün istifadə olunur. Ən kiçik sadə nümunə məsələn, alüminiumdan nə üçün istifadə edərik? Alüminiumdan qazan hazırlamaq üçün istifadə oluna bilər. Misdən elektrik naqillərin hazırlanmasında istifadə oluna bilər. Tutaq ki, elementlərin tətbiq sahələri. Məsələn, metal kimi. Qeyri-metallardan da məsələn karbonun allotropi şəkil dəyişməsi olan qrafitdən məsələn karandaşın hazırlanmasında istifadə edə bilərik. Yəni metalları müxtəlif cür tətbiq edə bilərik. Sonra danışacağıq ki, kimyəvi element. Kimyəvi element nədir? Və kimyəvi elementlər tərif olaraq deyirik ki, kimyəvi element eyni növ atomlardan təşkil olunur. Məsələn, natrium elementi natrium atomlarından təşkil olunur. Hidrogen elementi hidrogen atomlarından təşkil olunur və s. Burada indi biz bu məlumatları dərsimizə əsasən danışırıq. Ona görə burada bir kiçik məlumat da var. Məsələn, deyəcəyik ki, havanın tərkibində oksigen, azot və helium elementlərindən təşkil olunmuşdur. İndi növbəti dərsimizdə cansız aləmdən aid olan qeyri-metal elementləri danışanda danışacağıq. Uşaqlar, kimyəvi elementlərin simvolları. Yadınızda saxlayın, kimyəvi elementlərin simvolları, o simvolları, yəni elementləri uzun-uzadı tutaq ki, qeyd eləməkdənsə biz onları simvollarla qeyd edirik. Bəs bu simvollar necə formalaşır, onlara baxaq. Baxın, kimyəvi elementlər dedik ki, müəyyən simvollarla, müəyyən kimyəvi işarələrlə göstərilir. Məsələn, bu simvollar onların latın dilindəki baş hərflərinə uyğun olaraq qeyd olunur. Məsələn, hidrogenin baş hərfi nə? H kimi qeyd olunur. Oksigenin baş hərfi məsələn O kimi qeyd olunur. Yəni, biz artıq kimyəvi elementlərin simvollarına danışarkən mütləq şəkildə o simvolları əzbərləyəcəyik. Uşaqlar, bəzən bir neçə kimyəvi element ola bilər. Bu kimyəvi elementlərin, məsələn, 3-4 dənə kimyəvi element hamısının adında baş hərfləri eyni ola bilər. Bu zaman elementləri bir-birindən fərqləndirmək üçün, baxın, eyni hərflə başlayan elementlərin simvolları fərqləndirmək üçün elementin latın dilində olan adından başqaçı bir hərfdən də istifadə olunur. Məsələn, baxın, karbon latınca karboneum. Burada karbonun sadəcə S ilə ifadə olunur. Məsələn, kalsium latınca kalsiumda, calcium yazılır, tutaq ki, burada ikinci hərf olaraq S addan istifadə olunur. Mis kuprumdur, C şəklində yazılır. Xlor, xlorum, C-lı şəklində yazılır. Fikir verək, hamısının baş hərfi S hərfidir. Lakin biz bunları bir-birindən fərqləndirməliyik. Burada S kimi yazılırsa bu karbondur, Ca kimi yazılırsa kalsiumdur, Cu kimi yazılırsa misdir, Cl kimi yazılırsa xlordur. Sonra hidrogen, oksigen, azot, flor, xlor eyni növ atomlardan əmələ gələn iki atomlu molekular forması mövcuddur. Uşaqlar, köhnə dərsliklərdə bunları bir-birindən fərqləndirirdik, lakin yeni dərsliklərdə artıq hidrogen elementi dedikdə H2 kimi yazacağıq. Oksigen elementi dedikdə O2, xlor elementi dedikdə Cl2 tutaq ki, məsələn, azot elementi dedikdə N2, flor dedikdə F2, brom dedikdə Br2, yod dedikdə yod2. Və bunları yadınızdan çıxartmayın. Yəni, bu kimyəvi elementləri yazarkən ayağında indeks olaraq 2-ni yazacağıq. İndi indeksinə də onu danışacağıq. Uşaqlar, və bunları da tərif kimi deyirik ki, bu elementlər eyni atomlardan əmələ gələn, deməli, 2 atomlu molekular formasında mövcuddur. Yəni, hidrogen, oksigen, xlor, azot, flor, brom, yod və s. Uşaqlar,
onların tərkibini ifadə etmək üçün, yəni bu yuxarıda qeyd olunanları ifadə etmək üçün kimyəvi elementin simvolunun sağ aşağı hissəsində atomların sayı mütləq şəkildə göstərilməlidir. Yəni kimyəvi elementin simvolu, məsələn hidrogen, bu 2 adlanacaq onun indeksi və yaxud da molekulda atomun sayını göstərir. Yəni hidrogen molekulu 2 dənə hidrogen atomundan ibarətdir. Xlor molekulu, tutaq ki, xlor molekulu 2 dənə xlor atomundan ibarətdir. Və bu say adlanır indeks. Yadınızdan çıxartmayın. Bu say adlanacaq, deməli indeks. Sonra davam edirik. Bəzi kimyəvi elementlər var ki, onların mütləq şəkildə adlar, yəni simvollarını əzbərləməliyik, mütləq şəkildə. Məsələn, hidrogen simvolu H, bayaq dedik, artıq bunu H2 kimi qeyd edəcəyik. Hidrogen H, siz burada hələ ki sıra nömrəsi, nisbi atom kütləsi, bunları oxumağa, əzbərləməyə ehtiyac yoxdur. Lakin onsuz da testləri işləyərkən bunlar yadınızda qalacaq. Siz sadəcə olaraq elementin adı və onun işarəsini əzbərləyin. Hidrogen H hərfi ilə ifadə olunur, oxunuşu H-dır. Məsələn, su H2O. Sən buna H2O demə. Yəni, bu düzgün deyil. Oxunuşu H-dır. H2O. Məsələn, sulfat turşusu dedikdə sən buna məsələn, H2SO4, H2S, bəzən uşaqlar SO4 deyil. Uşaqlar, S, bu S hərfi S-dir, yadınızda saxlayın. H2SO4. Ona görə bunların elementin adını, işarəsini və oxunuşunu bilmək lazımdır. Hidrogen elementi H hərfi ilə, helium elə H, litium Li, berilyum B, bor B, karbon S, oxunuşu S-dir. Və bir də bir şey deyək. Yoldaşlar, bir var karbon, bir var kükürt. Karbonun oxunuşu S-dir, kükürdün oxunuşu S-dir. Və bunları yadınızda saxlayın. Azot N, oksigen O, flor Fluor, neon, natrium Natrium, magnezyum, alüminium, silisium Si, fosfor P. Məsələn, bunu bəzən uşaqlar deyir, tutaq ki, P2O5. P2O5 yəni düzgün deyil də, oxunuşu P2O5. Məsələn, kükürt, S, xlor, argon, kalyum, kalsium, xrom, mangan, dəmir, mis, sink, brom, yod, civə və elementin adları. Yəni, mütləq şəkildə, məsələn, biz dərslərdə hər birini sizdən soruşacağım. Elementin kimyəvi adı və onun işarəsi. Əsas biz bilməliyik. Ad və işarə vaxtı gələndə onsuz da oxunuşlarından danışacağıq. Məsələn, amma tutaq ki, karbon qazı. Biz buna karbon 4 oksid, karbon qazı, gələcəkdə adlandırmalardan danışacağıq. Amma hal-hazırda ki, mövzularımız uyğun olaraq buna bəzən uşaqlar deyəcək SO2. Bu SO2 deyil. Bu SO2-dir. SO2 budur, baxın. SO2. Ona görə yoldaşlar, mütləq şəkildə elementin, uşaqlar, adını, işarəsini və oxunuşunu bilməlisiniz. Davam edək. Burada da bizə lazım olan hər biri qeyd olunur. Uşaqlar, elementlər xassələrinə görə metallar və qeyri-metallar olmaqla təsnifatlaşdırılır. Metallar, məsələn, natrium, kalyum, kalsium, alüminium, dəmir, mis, civə və s. bunlar metallardır. Qeyri-metallar isə, bilmirəm, ilk dərsimizdə qeyri-metallardan məncə danışmamışdıq. Qeyri-metallar olan PDF-də, bura niyə əlavə eləməmişəm, mən sizə qeyri-metalları göndərərəm. Hansı elementlər qeyri-metallardır, onları bilsək, ümumiyyətlə yadda saxlayın. Dövri sistem cədvəlində 110 kimyəvi elementdən 22 dənəsi qeyri-metal, yerdə qalan deməli, nə qədər varsa, bunlar hamısı 88 dənəsi təxminən metallar adlanacaq. Hə, yoldaşlar, bundan sonraki dərslərimizdə metallar və qeyri-metallar var, onsuz da danışacağıq. Orada bütün qeyri-metalların adları qeyd olunur. Onları əzbər bilmək lazımdır. Hələ ki, burada sadə olaraq bilin ki, metallara nələr misal göstərmək olar? Qeyri-metallara hidrogen, oksigen, azot, karbon, fosfor, kükürt, flor, xlor, silisium, helium, neon. Hələ ki, buradakıları bilin. Növbəti dərsimiz metallar və qeyri-metallar keçəndə artıq orada metalların bir-birinə fərqli xassələri, qeyri-metalların bir-birinə fərqli xassələri, oxşar cəhətləri, bunlardan danışacağıq. Uşaqlar, mövzuya aid bəzi əlavələr də var, onları da danışmaq lazımdır. Deməli, bəzi kimyəvi elementlərin adları göy cisimləri, məsələn, və bəzi müxtəlif ölkələrin şəhərlərinin şərəfinə adlandırılır.
Məsələn, göy cisimlərindən olan uranium elementi, məsələn, uranın adına adlandırılıb. Sonra bir neçə elementin, məsələn, adı tutaq ki, fransiyum, Fransa ölkənin şərəfinə adlandırılıb. Yəni, bunları da əlavə material olaraq bilmək lazımdır. Məsələn, Mendeleyevin şərəfinə Mendeleyum adlı bir kimyəvi element də var. Yəni, alimin adına da adlandırılır və s. Bunlar təsadüfi verilmiş adlardır uşaqlar. Sonra, burada bəzi əlavələr də var, hansı ki, sizin kitabınızda var. Mən onları bura əlavə elədim. Məsələn, tunç tərkibi hansı kimyəvi elementlərdən ibarətdir? Uşaqlar, biz metalları 9-cu sinif dərsində, yəni 9-cu sinif proqramını çatanda, orada metallar və onların ərintilərindən danışacağıq. Tunç əsasən metal ərintisidir. Daha doğrusu metalların qarşılığından ibarət olan bir ərintidir. Tunç dedikdə, tuncun tərkibini yadınızda saxlayın. Mis, sink və qalay elementlərindən təşkil olunub. Yadınızda saxlayın. Tunç özü qarışıqdır. Tunç özü bir qarışıqdır. Hansı metallar qarşılığında təşkil olunub? Mis, sink və qalay. Sonra, belə bir sual var. Nə üçün dəmirin kəşfindən sonra əşyalar əsasən ondan hazırlanmağa başladı? Bunun səbəbi uşaqlar, məsələn, dəmir yataqlarının çoxluğu, o cümlədən dəmirin asan emal olunması, həmçinin dəmirdən hazırlanan əşyaların daha keyfiyyətli olması səbəbindən dəmir kəşf edildikdən sonra dəmirdən məişət əşyaları daha çox hazırlanmağa başladı. Sonra belə bir sual var, metalların tətbiqinə hansı misallar göstərə bilərsiniz? Məsələn, uşaqlar, bayaq elə biraz danışdıq. Tutaq ki, mis metalından, mis naqillərinin hazırlanmasında istifadə oluna bilər. Alüminium metalından tutaq ki, alüminium qazanların hazırlanmasında istifadə oluna bilər. Qızıldan qızıl zinət əşyaların hazırlanmasında istifadə oluna bilər. Sonra, məsələn, civə, hamımızın yaxşı tanıdığımız civə, maye halda olan metaldır. Bundan harada istifadə olunur uşaqlar? Bəli, ümid edirəm fikrinizdən o cümlə keçdi. Termometrdə, məsələn, civədən istifadə olunur və s. Sonra qeyd olunur ki, müasir dövrdə hansı yeni materiallar istifadə olunur? Bunu da əsasən 9-cu sinifdə keçəcək. Sadəcə olaraq belə bir sual kitabımızda var, istəmədim cavabsız qalsın. Müasir dövrümüzdə əsasən materiallar, yüngül materiallar, plastik materiallar, nanomateriallar, islanmayan parçalar və s. olmaqla təsnifatlaşdırıla bilər. Bugün, indi isə dərsimizin davamı olaraq danışaq bioelementlərdən. Uşaqlar, bioelement nədir? Bayaq dedik ki, elementlər canlı və cansız aləmdə mövcud ola bilər. Canlı orqanizmdə mövcud olan elementlər bioelementlər adlanır. Yəni, insanın bədənində, heyvanın bədənində, bitkinin bədənində, orqanizmində olan elementlər bioelementlər adlanır. Bioelementlərdə vaxtı gələndə, məsələn, makroelementlər və mikroelementlər olmaqla müxtəlif təsnifatlaşdıracağıq. Məsələn, makroelementlərə tutaq ki, karbon, oksigen, kükürt, magnezium, natrium, xlor, tutaq ki, hidrogen, fosfor, azot. Bunlar tutaq ki, makroelementlərə misal kimi göstərə biləcəyik. Uşaqlar, ətrafımızda olan əşyalar kimi bütün dedik ki, canlılar da maddələrdən təşkil olunur. Yəni, orada belə fotosintezlə bağlı kiçik bir məlumat var. Hələ ki, fotosintez haqqında elə geniş danışmayacaq, lakin fotosintez mən baxmışam 7-ci sinifdə əksər yerlərdə fotosintezdə məlumat var. Yəni, bu deməkdir ki, imtihana düşə bilər. Uşaqlar, fotosintez prosesinin sadəcə qısa mexanizm deyirəm, günəş şüalarının təsiri altında bitkinin xlorofilində gedən bir prosesdir. Yəni, belə deyək, bitkinin yaşıl hissəsində gedən bir prosesdir. Bitki havadan karbon qazını, torpaqdansa suyu alır. Günəş şüalarının təsiri altında da bu zaman bitkidə fotosintez prosesi baş verir və bu zaman canlı orqanizmlər üçün lazım olan üzvü maddə qlükoza və oksigen qazı ayrılır. Oksigen qazı havaya buraxılır, biz ondan tənəffüs edirik. Qlükoza da bitkilərin, belə deyək, meyvələrində toplanır, ondan istifadə edirik və məsələn, tutaq ki, almadan istifadə edirik, alma şirin də malikdir, bunun səbəbi onun tərkibində qlükozanın olmasıdır, o da bizə müəyyən enerji verir və s. Yəni, bitkilər, yəni fotosintez prosesi canlı orqanizmi, belə deyək, üzvü maddə ilə təmin edə bilir. Bitkilər fotosintez zamanı yadınıza saxlayırıq, su və karbon qazından qlükoza və oksigen maddələrini əmələ gətirir. Deməli, fotosintez prosesində başlanğıc maddələr
karbon qazı və sudur. Bizim məhsullarımız isə, prosesin məhsulları isə qlükoza və oksigendir. Dərsliyimizdə var, ona görə bilməliyik bu məlumatı. Uşaqlar, qida zənciri nədir? Qida zənciri də odur ki, deyil, fotosintez edən bitkilərlə başlayır və digər canlı orqanizmlərlə davam edir. Nəticədə qida maddələri bitkilərdən insan və heyvan orqanizminə ötürülür. Bu nə demək yoldaşlar? Tutaq ki, fotosintez prosesi baş verdi. Fotosintez prosesi tutaq ki, baş verdi. Gəl qida, yəni bir zəncir düzəldək. Fotosintez nəticəsində əmələ gəldi, tutaq ki, qlükoza. Fotosintez nəticəsində əmələ gəldi qlükoza. Qlükoza toplandı harda? Tutaq ki, meyvədə. Qlükoza tutaq ki, toplandı meyvədə və yaxud da tərəvəzdə. Meyvə tərəvəzi insan birbaşa da qəbul edə bilər, və yaxud da meyvə tərəvəzi tutaq ki, heyvan qəbul edir, heyvan qəbul edə bilər. Məsələn, heyvan əti ilə də tutaq ki, insan qidalana bilər. Yəni, bu maddələrin təbiətdə bu cür dövr etməsi, daha doğrusu qidanın bu cür dövr etməsi adlanır qida zənciri. Bu qida zəncirində siz biologiyada daha geniş danışacaqsınız, o cümlədən həyat bilgisi dərslərində məncə keçmiş olarsınız. Davam edək uşaqlar. Dedik ki, canlı orqanizmlərdə olan maddələrin tərkibinə 70-dən çox element daxil. Yəni, bizim bədənimizdə 70-dən çox element var. Həmin bu elementlər isə adlanır bioelementlər. Canlı orqanizmlərdə olan maddələrin əsas tərkib hissəsi, uşaqlar, 4 elementdən. Və bir də deyək, canlı orqanizmdə olan maddələrin əsasən tərkib hissəsi, yəni belə deyək, bütün elementlər var, yəni miqdarca daha çox olan elementlər, bax bu 4 element, oksigen, karbon, hidrogen və azot elementi insan orqanizmində daha çoxdur. Bir dənə fikir verin, orqanizmimizdə məsələn olan maddələrin 65%-i tutaq ki, oksigendir, 18%-i karbondur. Bu sıralamanı da bilsəz pis olmaz. Oksigen karbondan çoxdur, karbon da hidrogenden çoxdur. Yəni bədənimizdə ən az olan azotdur. Yeni dərsliklərə əsasında necə suallar tərtib olunacaq, necə biz situativ suallar görəcəyik, dəqiq belə deyə bilmirik. Ona görə kitabımızda olan məlumatları nöqtə vergülünə qədər oxumalıyıq, başa düşməliyik, özümüz üçün müəyyən nəticələr çıxarmalıyıq. Yəni, bədənimizdə olan oksigenin miqdarı daha çoxdur. O cümlədən insan və heyvan orqanizmlərdə əlavə olaraq məsələn kalsium və fosfor miqdarından danışmaq olar. Bax, kalsium və fosfor. Məsələn, bədənimizdə sümüyümüzün, dişlərimizin əsas tərkib hissəsində məsələn nə var uşaqlar? Kalsium və fosfor var. Sonra, burada maddələrdən danışarkən yadınızda saxlayın. İnsan bədəninin ən çox hissəsi sudur. Bədənimizin, məsələn, maddələrdən danışarkən bədənimizdə olan maddələr qeyri-üzvü maddələr və üzvü maddələr. Qoy görün, burada qeyd eləmişəm. Bəli, var. Şolar, bədənimizdə olan maddələr qeyri-üzvü və üzvü maddələr olmaqla bölünə bilər, həmçinin digər maddələr olmaqla. Bax, bədənimizdə olan qeyri-üzvü maddələrə, məsələn, qeyri-üzvü maddələrə suyu misal göstərmək olar, üzvü maddələrə isə zülalları, yağları və karbohidratları misal göstərmək olar. Bu isə adlanır üzvü maddələr. Bu isə olur digər maddələr. Yəni, üzvü və qeyri-üzvü maddə qarşılıqları məsələn ola bilər. Yadımızda saxlayırıq, bədənimizdə olan maddələr içərisində ən çox payı qeyri-üzvü maddələrdən olan su təşkil edir. İnsan bədəninin indi təzə rəqəmlərə görə 62%-i sudur. Lap rəqəm bilməyin, amma miqdarca yadınızda saxlayın ki, su bədənimizdə daha çoxdur. Ondan sonra zülallar, sonra yağlar, ən aşağı miqdarda isə bədənimizdə var karbohidratlar. Yəni, bu dördünün müqayisəsi düşə bilər. Digər maddələr burada konkret ad bilmirik deyə ümumi verib 6%. Yəni, digər maddələr qarşılığı bədənimizin 6%-ni təşkil edir. Belə deyək, bir də deyək, deməli, maddələr içərisində, bu maddələr içərisində su bədənimizdə daha çoxdur. Sudan sonra zülallar, zülallardan sonra yağlar, sonra aralıq olan digər maddələr, ən aşağı isə karbohidratlardır. Deməli, zülal bədənimizdə yağdan çoxdur, yadınıza saxlayın. Sonra yoldaşlar, bu maddənin tərkibidir. Bəs dedik ki, maddələrin tərkibində də müəyyən kimyəvi elementlər var. Fikir verin, həmin elementlər də burada qeyd olunub. Həmin elementlərdən ən çox, maddənin tərkibini təşkil edən elementlərdən ən çox karbondur, sonra karbon yox, oksigendir, sonra karbondur, sonra hidrogendir, az miqdarda isə azotdur. Onlardan daha az miqdarda isə kalsium və fosfor bizim bədənimizi təşkil edir. Uşaqlar, bir insan qidalanarkən orta hesabla, yəni müəyyən olmuşdur ki, gün ərzində 2 litr su qəbul eləməlidir. Yəni, biz gün ərzində bədənimizdən tərləyə bilərik, bədənimizdən tər çıxır,
ağlaya bilər, yenə insan orqanizminin göz yaşının tərkibində su çıxır, tər çıxır. O cümlədən sidik ifrazat sistemi vasitəsilə orqanizmdən su kənarlaşdırılır. Yəni insan bədəni su itirdikcə daim suya tələbatı artır. Ona görə yadınızda saxlayın. Mütləq şəkildə gün ərzində, yəni orta hesabla insan 2 litr, heç olmasa 1,5 litr su qəbul etməlidir. Və qəbul etdiyimiz qidalar uşaqlar yadınızda saxlayın. Zülallar, yağlar, karbohidratlarla zəngin olmalıdır. Zülal, yağ, karbohidratla zəngin olan qida bizim üçün enerji mənbəyidir. Məsələn, biz bəzi uşaqlar, indiki uşaqlar öyrəşiblər fast food yeməklərinə. Uşaqlar, o fast food yeməkləri orqanizmin ziyanıdır, zərəridir, orqanizmin düşmənidir. Onların tərkibində qidalı maddələrdən yəni söhbət gedə bilməz, yadınızda saxlayın. Ona görə çalışın gün ərzində, məsələn, gün ərzində 2 alma yesəz, nə bilim, meyvə qəbul etsəz, tərəvəz qəbul etsəz, bu insan orqanizmi üçün faydalıdır, yadınızda saxlayın. Sonra burada başqa nə var? Dedik ki, bir də əlavə bir məlumat kimi uşaqlar, kalsium və fosfor sümük və dişlərimizin əsas hissəsini təşkil edir, yadınızda saxlayın. Uşaqlar, dedik ki, insanın orqanizmi təşkil edən maddələr və qidalar. Və insan orqanizmini təşkil edən dedik ki, maddələr sudur, zülallardır, yağlardır, karbohidratlardır. Və bunların tərkibi hansı elementlərdən təşkil olunur? Bunları bilməliyik. Məsələn, tutaq ki, suyun formulu, əksəriyyətimiz bilirik, H2O. Suyun tərkibini təşkil edən elementlər hansılardır? Hidrogen və oksigen elementi. Sonra, uşaqlar, zülalların tərkibi, zülallardan danışmayaq hələ ki, zülal, yağ, yağları uşaqlar biz gələcəkdə danışacağıq. Məsələn, tutaq ki, CH2O, CHO, CH2O, məsələn, C17, tutaq ki, H35, C17H, gəl belə yazın, burada qarışdır. Baxın, tutaq ki, suyun tərkibindən danışdıqda, tutaq ki, H2O, su qeyri-üzvü maddədir, bədənimizdən çox olan budur. Bunun tərkibində hansı element daxildir? Hidrogen və oksigen elementləri daxildir. Sonra, məsələn, keçirik, nə olsun, dedik ki, yağlar. Biz yağları gələcəkdə keçəndə deyəcək ki, yağlar gliserin ilə ali karbon turşuların əmələ gətirdiyi efirlərdir. Yağların, məsələn, formulu CH2, CH, CH2O, O, C17, tutaq ki, bir dənə nümunə yazıram, H35, C17, H35, C17, H35. Uşaqlar, bir dənə yağın formuluna fikir veririk. Bu yağın tərkibində hansı element atomları var? Karbon var, hidrogen var, oksigen var. Deməli, yağın tərkibində karbon, hidrogen, oksigen var. Yadınızda saxlayın. Sonra, məsələn, karbohidratlar, karbohidrat. Məsələn, glukoza C6, H12O6. Fikir verək, glukozanın tərkibində hansı element atomları var uşaqlar? Karbon, hidrogen, oksigen. Və gələcəkdə keçəndə uşaqlar, zülallardan danışacaq. Zülallar, yadınıza saxlayın. Zülalların tərkibində karbon, oksigen, hidrogendən başqa dedik ki, azot da var. Və bunları mütləq şəkildə yadınızda saxlayırsınız. Oksigen daha çoxdur, karbon, hidrogen, azot. Yəni, bu sıralamanı bilsəz pis olmaz. Uzun sözün qısası. Uşaqlar, hansı maddə, hansı elementlərdən təşkil olunur, bunları bilirsiniz. Su, bilməlisiniz. Su, hidrogen və oksigendən, karbohidratlarla yağlar, hidrogen, oksigendən əlavə karbon, zülallar isə hidrogen, oksigen, karbondan əlavə azotdan da təşkil olunur. Uşaqlar, məsələn, indi və bir də bir şey bilmək lazımdır. Məsələn, indi kitabımızda var, ona görə burada da qeyd eləmişik. Zülallarla, yağlarla, karbohidratlarla zəngin olan, məsələn, qidalar. Zülallarla zəngin olan qidalar, məsələn, ət məhsulları, balıq əti, mal əti, toyuq ətinə məsələn misal göstərmək olar. O cümlədən toyuğun məsələn yumurtasını misal göstərmək olar. İndi yumurtada əlavə miqdarda yağda olmalıdır, amma qeyd eləyək, danışarıq. Məsələn, yağlı qidalar, məsələn, bitki yağları, zeytun yağı, bu nədir, bu səhv düşməyəsə, qoz fındıq, avokado, günə baxan toxumu, tutaq ki, bunlar yağlarla zəngin olan. Sonra, karbohidratlarla zəngin olan qidalar, çörək və taxıl məhsulları, düyü, makaron, kartof, o cümlədən meyvə tərəvəzlər, banan, alma, limon, bunları bilmək lazımdır. Uşaqlar, zülallar orqanizmin əsas inşaat, indi burada tikinti gedib, orqanizmin inşaat materiallarıdır. Əsas enerji mənbəyimiz isə uşaqlar, karbohidratlar yadınızda saxlayın.
Burada da indi kitabımızda olan şəkildir. Karbohidratlarla, zülallarla, yağlarla zəngin olan qidalar. Məsələn, karbohidratlarla alma, banan, limon, çörək, kartof, çiyələk və s. Yağlarla zəngin olan bitki yağı, fındıq, badam, məsələn, yer fındığı, zeytun, avokado, günəbaxan tumu, zülallarla zəngin olan balıq yağı, midyə, məsələn, mal əti, toyuq əti, yəni bunları da bilməlisiniz uşaqlar. İmtahana düşə bilər, çünki kitabımızda olan məlumatlardır. O cümlədən, məsələn, bax, burada həm karbohidrat, həm zülal, həmçinin həm zülal, həm yağla zəngin olan, məsələn, qidalar qeyd olunur. Məsələn, həm karbohidrat, həm də zülalla zəngin olan qidalar əsasən paxlalı bitkilər. Məsələn, lobya. Paxlalı bitkilərdə həm karbohidrat var, həm zülal var. Həmçinin həm zülal, həm yağla zəngin olan bitkilər, məsələn, pendir, süd, yumurta, yəni həm zülallarla zəngindir, həm yağlarla zəngindir. Bu ifadələri oxuyarsınız uşaqlar. Uşaqlar, bəzi bioelementlərin insan orqanizmində funksiyası var. Canlı orqanizmlər təşkil edən elementlərin miqdarının normadan az olması orqanizmdə uşaqlar müəyyən fəsadlara, xəstəliklərə səbəb ola bilər. Məsələn, kalsium və fosfor element, burada yenə biz bu slaydları süni intellektin köməyi ilə hazırlamışıq. İndi bəzən belə hərf səhvləri ola bilər. Kalsium və fosfor dedik ki, sümüklərin və dişlərin, insan sümüyünün və dişlərinin əsasını təşkil edir. Yəni, orqanizmimizdə kalsium və fosfor miqdarı azalırsa, dişlərin və sümüklərin inkişafı ləngiyir, sümüyün sərtliyi azalır. Ona görə daim bol kalsiumla zəngin qidalar. Məsələn, nə qəbul edə bilərsiniz? Tutaq ki, süd məhsulları qatıq, kalsiumla zəngindir, sümüyü bərkidir, yadınızda saxlayın. Deməli, bu ifadələri yadınızda saxlayın. Kalsium və fosfor çatışmadıqda deməli, insan orqanizmində nə baş verir? Sümüyün və dişlərin normal inkişafı ləngiyir, sümüklərin sərtliyi azalır. Sonra, orqanizmdə maqnezium miqdarı çatışmadıqda insanın zehni fəaliyyəti ləngiyir. Ona görə deyirlər, daim maqneziumla zəngin qidalar qəbul etmək lazımdır. Sonra, sink miqdarı çatışmadıqda insanın böyüməsi ləngiyir, sinir sistemi gərginləşir. Yəni, böyümə elementi sinkdir. Dəmir qanımızın əsas tərkib hissəsidir. Uşaqlar, məsələn, qanda olan dəmir analizi veririk də, dəmirin miqdarı qanda aşağı çıxarsa, bu zaman insanda halsızlıq, huşsuzluq hallar müşahidə olunur, ürək tez-tez döyünür, nəbz tez-tez vurur. Yəni, bax, bunlar da təbii ki, ziyan bir hallardır. Ona görə biz daim elementlərin hansı təsir, yəni daim müəyyən faydalı elementlərlə zəngin olan qidalar qəbul etməliyik. Çünki orqanizmdə fəsadlar törədir. Sonra, məsələn, orqanizmdə kükürdü miqdarının az olması, dərinin, saçların zəifləməsinə məsələn səbəb ola bilər. Yadınızda saxlayın uşaqlar, kükürd gözəllik elementi. Kükürdü keçəndə də danışacağıq. Kükürd adlanır gözəllik elementi. Yəni, insan, belə lora dilə desək, nə qədər gözəldirsə, onun bədənində kükürdü miqdarı normadadır. Bu, o deməkdir, yadınızda saxlayın. Düzdür, çirkin insan yoxdur. Hər bir kəsin özünə görə müəyyən gözəlliyi, müəyyən şirinliyi var. Lakin, kükürd miqdarı çoxdursa, insan saçı daha belə sərt olur, daha canlı, effektiv, məsələn, canlı görsənir. Yəni, nə demək istədiyimi deyirəm, başa düşdünüz. Deməli, bir də demək lazımdır. Hansı element çatışmadıqda orqanizmdə nələr baş verir? Kalsium və fosfor çatışmırsa, sümüklərin və dişlərin inkişafı ləngiyir, sümüyün sərtliyi azalır. Maqnezium çatışmırsa, zehni fəaliyyətimiz aşağı düşür, yəni zehni fəaliyyətimizləngiyir. Sink çatışmırsa, insan böyüməsi ləngiyir, sinir sistemi gərginləşir, əsəb sistemi pozulur, belə deyək. Dəmir, məsələn, qanımızın tərkibinə təsir göstərir. Yəni, insan qanında nə var? Hemoqlobin. Hemoqlobin də, məsələn, dəmirlə belə əlaqələndirə bilərsiniz. Sonra uşaqlar, kükürd bədəndə, məsələn, dərinin, saçların zəifliyi, kükürdün çatışmaması, dərinin, belə deyək, dəri tez-tez quruyur, məsələn, dərdə tökülmələr baş verə bilər, saç zəifliyi, saç, məsələn, qopur, tökülür və s. Məsələn, saçınızı yuyursunuz, bir də gördünüz, saçınız əlinizdə. Deməli, bu kükürdün çatışmazlığı. O cümlədən uşaqlar, sink çatışmazlığı müəyyən miqdarda insan saçının tökülməsinə səbəb olur. Əlavə məlumat kimi yadınızda saxlayın. Burada da uşaqlar, məsələn, kalsium, maqnezium, sink, dəmirlə zəngin olan qidalar qeyd olunub, kaliumla. Uşaqlar,
Gündəlik normanızda və məsələn deyim ki, gündəlik normanızda çalışın, məsələn pendirdən istifadə edin. Gündəlik normal qidalarda səhər məsələn baldan istifadə edin. Heç olmasa 3 gündən belə deyək də, həftədə 2 dəfə məsələn ət yeməklərinə fikir verin. Lap olsun bir dəfə balıq ətini danışacağam heç. Lap olsun bir dəfə mal əti, bir dəfə olsun toyuq əti. Sonra həftədə bir dəfə heç olmasa və yaxud da 2 həftədən bir mütləq şəkildə balıq əti. Uşaqlar, gözlərinizin yaxşı inkişaf eləmək üçün, yəni görmə qabiliyyətinizin belə deyim, yaxşı inkişafı üçün mütləq şəkildə balıq ətindən istifadə edin. Heç olmasa həftədə bir dəfə avokado istifadə edin. Gündəlik qidalarınız arasında kök, kələm, belə şeylər olsun. Paxlalı bitkilərdən istifadə edin. Yəni uzun sözün qısası uşaqlar, görün Allah Taala insanı yaradıb və insanın qidalaması üçün bu qədər naz-neməti dünyaya bizə göndərib. Yəni bunlardan çalışın istifadə edin. Fast foodlardan, o qablaşdırılmış, konservləşdirilmiş qidalardan çalışın uzaq olun. Mənşəyi bilinməyən yağlardan istifadə eləməyin. Çalışın kənd yerlərindən yağ alın. Yəni çünki yağın nə qədər keyfiyyətsiz, ucuz yağdan məsələn çoxunuz gələcəkdə inşallah tələb olarsınız. Allahın izni ilə. Tələb olan zaman yemək bişirərsiniz məsələn. Ucuz yağlardan qəti şəkildə istifadə eləməyin. Çalışın zeytun yağı, məsələn zeytun yağlarından istifadə edin. Kənd yağları ala bilsəniz lap yaxşı. Gündəlik normanızda qoz, fındıq, çərəz, yəni çərəzlər olsun. Çünki bunlar beynin inkişafına, beynin sağlamlığına bir mənalı olaraq təsir göstərir. Belə, bugünkü dərsimiz bu qədər. Ümid edirəm qısaca da olsa nəyisə izah edə bilmişəm. İnşallah indi keçək reklam hissəmizə. Bizim sentyabr ayından deməli, həftənin 3-cü və 6-cı günləri, ya da 3-cü və 5-ci günlər, çox güman 3-5 olacaq, 3-cü, 5-ci günləri buna və ya ilə yazaq. Ya belə, ya belə. Saat 20:00-dan 22:00-a qədər 8-9-cu siniflər üçün abituriyent hazırlıq proqramımız olacaq. 7-ci siniflərdə baza yaratmaq məqsədi ilə qoşula bilər. Dərslərimiz ilk bir həftə tamamilə ödənişsiz olacaq. Məqsəd keçirilən dərslərin keyfiyyətini görməyimiz məqsədi ilə. Belə, kimin də nə sualı olsa yazar. Bizlə Kimya İlqar Hüseynov Instagram hesabı ilə və yaxud da 055 591 1075 WhatsApp nömrəsi ilə əlaqə saxlayıb ödənişsiz dərslərimizdən yararlana bilərsiniz. Qeyd edək, bütün tədris materialları göndəriləcək. Hələ ki, əlimizdə dimin vəsaiti, belə deyək, toplu vəsait olmadığına görə test olaraq dimin sinif testləri və mənim xüsusi hazırladığım testlər var, onlardan istifadə edəcəyik. O cümlədən lazım olarsa, bəzi əlavə olaraq, bəzi müəlliflərimiz sağ olsunlar, kitablar çap edirlər, həmin kitablardan da istifadə edəcəyik. Sağ olun, salamat qalın.